Həvarilərin işləri 19-cu fəsil Efesdə Apollo Korintdə olarkən Paul daxili bölgələrdən keçərək Efesə gəldi və orada bir neçə şagirdlə rastlaşdı. Onlara dedi, iman elədiyiniz zaman müqəddəs ruhu aldınızmı? Onlar dedilər, müqəddəs ruhun mövcudluğundan belə xəbərimiz yoxdur. Paul onlardan soruşdu, elə isə nəyə əsasən vəftiz oldunuz? Onlar cavab verdilər, Yəhyanın vəftisinə əsasən. Paul dedi, Yəhyanın elədiyi vəftiz tövbə ilə bağlı bir vəftiz idi. Xalqı özündən sonra gələnə, yəni İsa'ya iman eləməyə çağırdı. Onlar bunu eşidən kimi Rəbb İsa'nın adı ilə vəftiz oldular. Paul əllərini onların üzərinə qoyanda, müqəddəs ruh onların üzərinə indi və onlar başqa dillərdə danışmağa və peyğəmbərlik eləməyə başladılar. Onlar təxminən 12 kişi idi. Sinagogaya daxil olan Paul cəsarətlə danışmağa başladı. 3 ay ərzində onlarla mübahisələr aparır və Allahın padşahlığı barədə onları inandırırdı. Bəzilər inadkar olub inanmaq istəmir və xalqın qarşısında İsa yolunu pisləməyə başlayırdı. Buna görə Paul onlardan ayrılıb şagirdlərini də götürüb apardı. O, tiranın mühazirə otağında hər gün mübahisələr eləyirdi. Bu vəziyyət 2 il davam elədi. Nəhayət, istər Yəhudi, istərsə də Yunan, bütün Asiya vilayəti əhalisi Rəbbin kəlamını eşitdi. Allah Paul vasitəsilə fövqəladə möcüzələr yaradırdı. Belə ki, Paulun bədəninə toxunan dəsmallar və belinə bağladığı önlüklər belə götürülüb xəstələrin üstünə qoyulanda insanların xəstəlikləri yox olur, şər ruhlar çıxırdı. Ətrafı gəzib dolaşan bəzi Yəhudi cindarlar da şər ruhlara əsir olanlara Rəbb İsa'nın adını çəkərək deyirdilər. Paulun vəz elədiyi İsa'nın adı ilə sizə əmr eləyirəm. Yəhudilərin Skefa adlı başçı kahininin 7 oğlu bu işlə məşğul idi. Bir dəfə şər ruh onlara cavab verdi. İsa'nı tanıyıram, Paul haqqında da hər şeyi bilirəm, bəs siz kimsiz? Daxilində şər ruh olan adam onların üstünə hücum çəkdi. Hamısını təpiyinin altına salaraq məğlub elədi. Belə ki, onlar o evdən lütüryan və yaralı halda qaçdılar. Bu xəbər Efesdə yaşayan bütün Yəhudilərə və Yunanlara çatdı. Hamısını bir vahimə bürüdü və Rəbb İsa'nın adının nüfuzu böyüdü. İman eləyənlərin çoxu gəlib öz əməllərini açıq etiraf eləyirdi. Cadugərliklə məşğul olan bir dəstə insan da öz kitablarını yığıb hamının qarşısında yandırdı. Kitablarının qiyməti hesablananda məlum oldu ki, bunlar 50.000 gümüş pula bərabərdir. Beləliklə, Rəbbin kəlamı qüdrətlə böyüyüb təsirini artırırdı. Bunlar baş verəndən sonra Paul qərara gəldi ki, Makedoniya və Axayyadan keçərək Yerusəlimə getsin. O dedi, ora gedəndən sonra gərək Romanı da görəm. Xidmətçilərindən ikisini, Timotey ilə Erastı Makedoniyaya göndərərək, özü bir müddət Asiya vilayətində qaldı. Efesdəki qarışıqlıq O ərəfədə İsa yolu ilə bağlı böyük bir qarışıqlıq yarandı. Dimitri adlı bir zərgər gümüşdən ilahə Artemidanın ev səcdəgahlarını düzəldirdi və sənətkarlara çoxlu gəlir gətirirdi. O, sənətkarları və bu cür işlə məşğul olanları bir yerə toplayıb belə dedi. Ay kişilər, bilirsiniz ki, gəlirimiz bu işdən asılıdır. Amma bu Paul deyir ki, əl işi olan Allahlar həqiqi Allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmişsiniz. Onda böyük bir təhlükə ilə üzləşirik. Bu, həm bizim sənətimizin nüfuzunu itirə bilər, həm də ulu ilahə Artemidanın məbədini gözdən sala bilər. Bununla da bütün Asiya vilayətinin və bütün dünyanın ibadət elədiyi Artemidanın ululuğu heçə çıxar. Oradakılar bunu eşidəndə bərk hiddətləndilər və qışqıra-qışqıra dedilər, Efes ilahəsi Artemida uludur. Şəhər bir-birinə qarışdı. Xalq Paulun yol yoldaşları olan Makedoniyalı Qayla Aristarxı tutub sürüyərək birlikdə teatra doluşdu. Paul istədi ki, xalqın arasına girsin, amma şagirdlər onu buraxmadılar. Hətta Paulun dostları olan Asiya vilayətinin başçılarının bəziləri də ona xəbər göndərib yalvardı ki, teatra ayaq basmasın. Teatrdakı yığıncaqda aləm qarışmışdı. Hər ağızdan bir avaz gəlirdi. Onların çoxu isə bilmirdi ki, bura nə üçün gəlib. Yəhudilər İskəndəri qarşıya çıxaranda, izdihamın içərisindən bəziləri hadisəni onunla əlaqələndirdi. O isə xalqın diqqətini cəmləşdirmək üçün əlini qaldırdı
və onların qarşısında özünü müdafiə eləmək istədi. Amma xalq onun yəhudi olduğunu biləndə bir səslə 2 saata yaxın Efes ilahəsi Artemida uludur deyə qışqırışdı. İzdihamı sakitləşdirən şəhərin icra məmuru dedi: Ey Efeslilər, kim bilmir ki, Efes şəhəri ulu Artemida məbədinin və göydən gələn heykəlinin keşikçisidir? Bunları heç kim inkar eləyə bilməz. Buna görə sakit olmanız və fikirləşmədən bir iş görməməyiniz lazımdır. Bura gətirdiyiniz adamlar nə məbədimizi soydu, nə də ilahəmizi söydü. Əgər Dimitrinin və onun sənətkar dostlarının kimdən şikayəti varsa, məhkəmələr açıqdır. Valilər də var. Qoy bir-birlərini orada ittiham eləsinlər. Sizin araşdıracağınız başqa hallar varsa, bunun da qanuni bir yığıncaqda həll olması lazımdır. Bugünkü hadisələrə görə üsyan qaldırdığımız üçün ittiham olunmaq təhlükəsi qarşısındayıq. Biz bu səbəbsiz ixtişaşa bəraət qazandıra bilmərik. O, bu sözləri deyərək yığıncağı dağıtdı.